Əziz izləyicilər, hörmətli tamaşaçılar, əziz valideynlər və əziz şagirdlər. Biz Çağdaş komandası olaraq artıq 20 ildir ki, fəaliyyət göstəririk, hər bir kəsin bildiyi kimi. Bu gün də biz Siyəzən rayonunda Minura xanımın qonağı olduq və onu qeyd edeyim ki, Minura xanım Siyəzən rayonu mədəniyyət şünaslıq üzrə 45 il fəaliyyət göstərmiş ziyalılarından biridir. Minura xanım, zəhmət olmasa öz həyat hekayəniz barəsində bizə geniş şəkildə məlumat verərsiniz? Verərəm. 1971-də qəbul oldum, 75-də qutardım. Nadejda Konstantinovna Krupskaya adına Mədəni Maarif Texnikumuna. Elə o ildən də işləmişəm. Əyanı oxumuşam, qiyab oxumuşam, sonra keçmişəm əyaniyə, işləmişəm. Demək olar, əvvəl bizdə rayon 1 idi, Siyəzənlə Şabran, sonra ayrıldı, Şabran oldu. O vaxt dəvətçi idi. Dəvətçidə də işləmişəm, Siyəzəndə də işləmişəm. Axırı iş yerim Siyəzən şəhər, bir növləri klubun müdürü olub. Oradan təqaüdə çıxmışam, çox tədbirlərdə iştirak eləmişəm, aktiv işçi olmuşam, çox konsertlər vermişəm. O vaxtlar, indi yox, o vaxtlar Sovet dövründə biz safxozlara, sahələrə, fermalara konsert aparırdıq. Maşınla çalğı alətlərimizi yığıb, çalanlarımızı, oxuyanlarımızı. Bir ailə ansamblım var idi mənim. Hamısı qardaşlar çalırdı, bir bacı oxuyurdu. O ansamblına demək olar ki, Çıraq-Qaladan tutmuş, bütün kəndlərdə konsert vermişəm. Fəhlələr üçün, yəni burada elə şeylər hindi pulla da, amma əvvəllər pulla heç nə yox idi. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün yaşayırdı. Sonra bu Siyəzən şəhərində mikrorayon tikildi. Gənclik qəsəbəsi deyilir bura. Mən də hal-hazırda burada yaşayıram. Çox gözəl balalarım var. Bir oğlum, 2 qızım var. 7 nəvəm var. Nəvələrim ikisi Bakıda hindi oxuyur. Biri İslam Universitetində, biri İdarə etmə işləri üzrə kollecdə ikisi. Böyük nəvəm, ilk nəvəm Atabaladır. İndi burada gördüyünüz olan. Nə gözəl. Atabala Türkiyədə oxuyub gəlib. Hələ işə qoymamışıq. Evləndirmişəm. Balaca bəbəmiz gözləyirik. Nəticəmi gözləyirəm. Allah bütün cavanlara qismət eləsin. Nə gözəl, nə gözəl. Hamımıza, hamımıza. Sonra sual ver də cavab verim də bilmirəm. Adicə nəticə deyil. Sonra çıxmışam əmək pensiyasına. Yaxşı pensiya da alıram. Ləzzətli oturub evdə yeyirəm. Nəvələrim qulluq eləyir. Yoldaşım da sağdır, neftçi olub. Nə gözəl. Neftçi olub, yaxşı pensiya alırıq ikimiz də. Allah İlham Əliyevdən razı olsun. Amin. Çox gözəl şərait yaratıb pensiyaçılara. Çox gözəl. Belə, daha bilmirəm, nə deyir, sual ver, cavab verin. Mən sizə onu arzu edirəm ki, Allahdan əvvəl onu bildirim. Allahdan sizə onu arzu edirəm ki, dediniz nəticəmizi gözləyirik. Arzu edirəm nəticənizi deyil, kötücənizi də görmək sizə qismət olsun. Allahdan sizə uzun ömürlər arzu edirəm. Və ən əsası arzu edirəm ki, həyatın bu enişli, yoxuşlu yollarında heç bir zaman nə nəvələrinizin, nə sizin, nə də övladlarınızın ayağı büdrəməsin. Hər zaman onların uğur və nailiyyətlərini görüb sevinəsiniz. Siz həqiqətən gözəl insansınız. Mən sizi illərdir, yəni uşaqlıq illərindən bu günədək tanıyıram. Artıq 10 ilə yaxındır. Və fəxr edirəm ki, bizim Azərbaycanımızın, bizim Siyəzən rayonumuzun sizin kimi ziyalı 45 il əziyyət çəkib bu günədək fəaliyyət göstərmişsiniz. Sizin kimi ziyalılarımız var. Allah sizlərə can sağlığı versin. Və əvvəla onu da qeyd eləmək istəyirəm ki, sizə həm öz adımdan, həm Çağdaş komandası adından təşəkkürümü bildirəm ki, gecənin bu saatında belə müsahibəmizə icazə verdiniz və bizi xoş, güləriz şəkildə qarşıladınız. Minura xanım, sizə minnətdarlığımı bildirəm. Yaxşı ki, sizi kimi insanları tanıyırıq. Allah sizi kimi insanları bizlərin üzərindən heç bir zaman əksik etməsin. Minnətdaram, var olun. Heç zaman pis yaşamamışam, çox gözəl yaşamışam. Yoldaşım neftçi olub, özüm mədəniyyət işçisi. Balalarım da hamısı çalan, oynayan, oxuyan. Bizim evdə bir dava səsi, bir söz-söhbət səsi gəlməyib.
Kimin ad günü olub hamı oynağandı. Qızlar da oynağandı, nəvələr də oynağandı. Oğlan nəvələrin lap superdirlər. Ay maşallah. Rəqqasdılar hamısı. Amma İslam Universitetində oxuduğu, ona görə oxuyur ki, babası molladır. Yoldaşım molladır. Həm neftçisi olub, indi həm də molladır. Nə gözəl. Gözəl Nə gözəl. günümüz olsun. 71 mənim yaşım var, 75 yoldaşımın yaşı var. Hələ ki yaşayırıq, həyatımız yaxşı gedir. Allah sizə də, bütün cavanlara, hamısına öz yaşımızdan, öz yaşayış tərzimizdən arzu edirəm ki, hamı bizi kimi yaşasın, bəxtəvər yaşasın. Amin Allah Münirə xanım. Və onu qeyd edirəm ki, Allah həm sizə, həm yoldaşınıza uzun ömürlər versin. Neçə il, üzr istəyirəm, neçə il ailə həyatı qurmusunuz? 75-də. 75-ci ildən bu günədək. Yəni artıq 50 ildir. Hə. Arzu edirəm 50 ili deyil, 60-ı, 70-i, 80-i və 100-ü görmək nəsib Çox olsun sağ ol, sizlərə. sağ ol. Sizə uzun ömürlər həqiqətən. Diləyirəm ki, sizi kimi ziyalılarımız var. Sizi kimi ziyalıları gördükcə bizi kimi gənclər də sizlərdən fəxr eləyir. Yaxşı ki, sizi kimi insanı tanıdım və sizi kimi birinin bu gün evində qonaq oldum. Çox sağ olun bizə müsahibə verdiyiniz üçün və qürur duyuram ki, sizin kimi bir insanla mən müsahibə götürdüm. Çox təşəkkür edirəm sizlərə. Var olun Münirə xanım. Sağ ol. Bəs gecə.